Keçən bəhslərdə də qeyd elədik. Biz ilahi hakimiyyəti gözləyən adamlarıq. Amma belə də deyil ki, gözləmə seyirci qismində qalaq. O bəziləri deyirlər, cəmiyyətdə fəsad olur, ictimai fəsad. Məsələn, hicab qadağası var, xalqa zülm olunur. Deyir, İmam Zaman ağanı gözləyən gərək sakit dursun. Qoy cəmiyyət zülmlə dolsun. Zülmlə dolandan sonra İmam Zaman ağa gələcək. Biz bu həqiqətdə deyilik. Çünki əgər kimsə zülmə susursa, zalimlə şərikdir o məsələdə. Və susursa, zalimlə şəriksə, İmam Zaman ağa gələndə birinci o adamla işi var ki, zalimin zülmünə susur. Axı, bu zuhurun nə faydası oldu sənə? Sən bu zuhuru sizə İmam Zaman ağa gələndə, zuhur eləyəndə cəmiyyət xilas olsun. Sən amma o roldasansa, yəni zülmə susursansa, deməli sən zalim olursan. Zalim olursansa İmam Zaman ağa gələndə nə faydan olacaq? Ağa gələndə zalimlərlə mübarizə aparacaq. Yox, düzgün analiz olunmur. İmam Zamanı istəyən, İmam Zaman hakimiyyətini dua edir ki, İmam Zaman hakimiyyəti yer üzündə bərpa olunsun. Gərək əməli formada o Həzrətin gəlişi üçün işlər görülsün. Hər sahədə.